Özbəkistan bu ildən pullu oyunlar üçün lisenziyalar verməyə başlayıb. Bu, postsovet ölkəsi qonşu Qazaxıstanın bu sahədə qazandığı uğurları ciddi öyrəndikdən sonra bu qərarı verib. Əslində Qazaxıstanda oyun biznesinin tarixi elə də qədim deyil. Bu ölkədə oyun biznesi haqqında qanun 2007-ci ildə qəbul edilib. Bundan sonra ölkənin turizm üçün maraqlı olan iki ünvanında kazinoların və oyun biznesi zallarının qurulmasına qərar verilib. Bu məkanların biri Almatı yaxınlığında yerləşən Kapçaqay su anbarının sahilində, ikincisi isə paytaxt Astanadan 70 km şimalda yerləşən Burabay Milli Parkında yerləşən göllərin zonasında seçilib. Aradan keçən 15 il ərzində Qazaxıstanda oyun biznesi sahəsi ciddi şəkildə inkişaf edib. Rəsmi rəqəmlərə görə 2023-cü ildə Qazaxıstanda oyun fəaliyyəti ilə məşğul olan mərkəzlərin ümumi gəliri 2 milyard 850 milyon dollar təşkil edib. 2023-cü ildə Qazaxıstanın dövlət büdcəsinə kazinolardan 245 milyon dollar vergi ödənilib. Araşdırmalara görə bu mərkəzlərə əsasən xarici ölkə vətəndaşları gəlir. Qanunvericiliyə görə Qazaxıstanda dövlət məmurlarının, hərbçilərin və hüquq mühafizə orqanlarının təmsilçilərinin bu kazinolarda əylənməsinə icazə verilmir. Oyun şərtləri, yəni gedişlərin yüksək səviyyəsi yerli vətəndaşlardan yalnız çox zəngin insanların oyunlara qatılmasına imkan verir. Yəni Qazaxıstanda kazinoların fəaliyyətinin əsas sosial təsiri məhz əyalət bölgəsində yeni iş yerlərinin yaradılması olub. Həmçinin belə oyunlara marağı olan varlı adamların ölkədən pul çıxarmasının qarşısı müəyyən qədər alınır. Özbəkistanın da 2025-ci ildən oyun biznesi üçün lisenziyalar verməyə başlaması məhz bu amillə bağlıdır. Rəsmi məlumata görə 2023-cü ildə Özbəkistan vətəndaşları onlayn oyunlara təxminən 1 milyard dollar xərcləyiblər. Yəni bu, rəsmi kanallarla xərclənən vəsaitdir. Amma qeyri-rəsmi kanallarla xərclənən vəsait həcmi 7-8 milyard dollar keçir. Özbəkistanda kazinolar leqallaşdırıldıqdan sonra bu sahədən əldə olunan illik gəlirin 2 milyard dollara çatacağı proqnozlaşdırılır. 2023-cü ildə Rusiyada kazino sənayesinin ümumi gəliri təxminən 2,4 milyard dollar olub. Əslində Birləşmiş Ərəb Əmirliklərində kazino fəaliyyətinə icazə verilməsi də Özbəkistan kimi ölkələr üçün müəyyən örnək olub. Əmirliklərin Ras Əl-Haymi adasında inşa edilən kazino 2027-ci ildə işə başlayacaq. Halbuki Birləşmiş Ərəb Əmirliklərində uzun illərdir ki, kazinoların fəaliyyəti qadağan idi. Dünyanın aparıcı İslam ölkələrinin biri olan əmirliklərin məcburi qadağa yanaşmasından imtina etməsi bu məsələdə yeni trendin başladığını göstərir.